Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Aparıcı Zaur canlı yayım zamanı şəxsi həyatı ilə bağlı diqqət çəkən açıqlama verib. O, üzük barmağımdan çıxanda pis oluram sözləri ilə hisslərini izləyiciləri ilə bölüşüb. Zaurun bu etirafı canlı yayım izləyənlərin marağına səbəb olub. Həmin görüntüləri təqdim edirik. İngilis dili kursları. Mən ingilis dilini öyrənməyə getmək istəmişəm. Bilmirəm sizdə də elədir yoxsa yox. Həmişə yarımçıq qoymuşam. İstəyirəm ki, gedəm özümü toparlayam. O tubi, cubi, bubi gələn kimi gic oluram da. Allah'ın da olsun. Elə başım gedir, deyirəm Allah. Mən gəlirəm tubi-də ilişirəm. Anam tərtərlidir. Biz də qarışıqdır, xahiş edirəm, girməyin oralara. Gedirik, adam qarışır, bir terpdən, biri Leyli Qaçandan, biri terpdə, biri Naxçıvanda, atam Naxçıvanda gəlib doğulub, o orada doğulub, bu burada doğulub. Bizim alnımıza qaşqınlıq, köşkünlük, sürgünlük hamısı yazılıbdır. Biz elə ona görə də elə diyar gəzirik. Hətta mənim yadımdadır, deyirdilər ki, güya papam deyir ki, o vaxt Dərələyəzə gələndə Dərələyəz sözünün bir anlamı da dediyinə görə dərə-dərə gəz güya belə bir kimsə belə güya belə bir qarğış çəkib deyib ki, siz görün dərə-dərə gəzəsiniz. Güya Dərələyəz həm də oradan götürülübdür. Belə bir şey də var da, nə bilim. PK atmıram. Bir dənə siqaret yandır. Yox, siqaretlə qutardıq. Nə siqaret? Qaqan özü hələ qoy getsin, verilişə çıxsın, sonra səni də çağırır. Antikloski. Qaqa deyir, mən də verilişə çağır. Qaqan qoy bir gel. Dağbəyə müəllim əmim zad ölüyor. Mənim elə əmim yoxdur. Əmlərim başqa, mənim əmim qalmayıb. İki əmim qalıb. Üzü çıxmır, yox. Altı qaşınır ona görə. Biraz kökəlmişəm, altı qaşınır. Allah sizi qorusun, Allah sizi də qorusun. Gürcün balıqdır. Üzü allergiya verir. Bunu çıxardan kimi drajeniya tutur mənə belə. Bu nişan üzüydü axı, bəxt üzüydü. Tez gəlir taxam yerinə. Qəbələdən təzə gəlmişəm. Xaricə köçdünüz? Yox, heç yerə köçmürüm. Ben seni çok seven bir gerçekten. Teşekkür ediyorum. Ben de sizi çok seviyorum. Hollandiya'da olmuşsunuz Zahir Bey. Bir defa olmuşuq ha. Zahir Bey, şöyle gelip siz Tamit daşları çok sanarak sana çok sağ olasın. Ben size onun yarısı verişinden izləyirəm. Nəyə gülürsən? Zarafat başa düşmürsən. Mən taxa bilmirəm da. Nəyə son axşam. Neçə evim var? Bir dənə evimiz var. Bir neçə dənəmiz var. Bir neçə. Bu nə suallardır? İnsan həyatda nələrisə qazana bilərsən. Evdə qazanarsan, maşında qazanarsan, bağda qazanarsan. Əsas sağlamlıqdır, insanın sağlığıdır, sağlamlığıdır, canının sağlığıdır, ailəsinin sağlam olmasıdır və yanında olmasıdır. Mən həyatımı maddiyyat üçün çalışsam da, əziyyət çəksəm də, amma həyatımda heç vaxt onu prioritetə çevirməmişəm. Heç vaxt imkan verməmişəm ki, o ön tərəfə keçsin. Təbii ki, hamı qazanmaq istəyir, hamı yaşamaq istəyir, hamı gözəl yaşamaq istəyir, hamı yaxşı yaşamaq istəyir, yaxşı geyinmək, yemək, içmək, balaları üçün yaxşı şərait yaratmaq istəyir. Hər kəsin arzusudur. Kim istəməz ki bunu? Və hamı çaba edir ki, eləsin bunu. Amma bunu həyatının ən vacib nöqtəsinə çevirmək ki, yəni bu sənin həyatında ən vacib şey budur, bax bu doğru deyil. Zar, niyə belə şirinsən? İngil şirinliyim var. Sonra bəyənməmiz nə qədər oldu? 135.000. Azdır. Zaurun evi günaydı. Bəli. Bəli. Zaurun evi günaydı. Günay. Yenidən verilişlər olacaqmı verilişləriniz? Yox, Günaygil hələ gəl. Zaur bəy çox xarizmatikdir. Çox sağ olun Aysel. Günay xanım hələ gəlməyib, hələ yox. Günay niyə görsən mən? Bir tərəfə taxılmalı. Buraya yaman qaşındı, bu nə oldu? Nətərsiniz?
Rahib çox sağ olun. Üzüm qaşınır. Zar bəy. Salam. O qədər sürətli gedir ki mesajlar. Gözüm də maşallah. Privet iz Gruziya. Osman çox sağ olun. Bizdən Dərəl Əzdən. Sən sizin veş nə vaxt açılacaqdı bilmirəm. Bəs siz niyə getmədiniz onlarla? Bilmirəm. Veriş olmayacaq, bilmirəm. Siz niyə getməmisiniz? Bilmirəm. Dilavərin ad günü harda qeyd edəcəksiniz? Hələ ki dəqiq bilmirəm. İnşallah. O bizim yay ənənəmizdir də. Bilirsiniz, Dilavər yaxşı ki gəlib avqust ayına düşüb və biz də yay tətilimizi həmişə Dilavərin ad gününə salırıq və həm də ad günü. Real çox sağ olun, təşəkkür edirəm, qeyd edirik. Salam, axşamınız xeyir olsun. Salam Zahir, necəsən? Yaxşıyam, çox sağ olun. 1 milyon bəyənmə eləyəkdə nə olar? 1 milyon. Öpüyorum sizi. Başım niyə belə armud kimi oldu? Ha? Yoxsa buradan hilə görsən? Tərtərdən sonra. Konkret cavab. Bilmirəm, bəli. Hara getdi? Bilmirəm, hardan gəldi? Bilmirəm. Nə getdi, nə gəldi? Bilmirəm.